Təqdiqat test olunsa Azərbaycan dili 2-ci hissə tabel mürəkkəb cümlə vasitəsiz və vasitəli nitq 11-ci sual. Məgər yaxşı işdir ki, iki adamın arasında danışılan söz 100 adamın arasına çıxsın. Tabel mürəkkəb cümləsinin növünü müəyyənləşdirin. Yenə bu cümlənin növünü müəyyənləşdirmək üçün istifadə edəcəyimiz əsas üsul bağlayıcı vasitə müəyyənləşdirməkdir ki, bağlayıcı tabellik bağlayıcısıdır və bununla bağlandığı zaman əgər zaman məzmunu yoxdursa, birinci tərəf baş cümlə, ikinci tərəf budaq cümlə olacaq və burada da birinci tərəf baş cümlədir. Məgər yaxşı işdir. Burada da yenə demişdik ki, baş cümlədən sual meydana gəlir. Məgər yaxşı işdir. Sualımız nə? Nə yaxşı işdir? Qəlib sözü iştirak eləməyibdir, lakin biz baş cümləyə o və yaxud da ki, bu qəlib sözünü artıra bilərik. Məgər o yaxşı işdir ki, və yaxud da ki, bu yaxşı işdir ki, eyni zamanda bu müəyyənləşdirəndən sonra həm nə sualının sintaktik vəzifəsinə baxaraq, nə mübtədanın sualıdır. Eyni zamanda cümlədə o və bunu işlədəndən sonra görək ki, o və bu mübtəda vəzifəsində işlənir və qəlib sözün sintaktik vəzifəsi budaq cümlənin növüdür. Qəlib söz və yaxud da ki, sualının sintaktik vəzifəsi mübtədadır. Deməli, budaq cümlənin növü mübtəda budaq cümləsi olacaq.